Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi. Qarabağ bölgəsində aparılan tikinti bərpa işləri çərçivəsində daha bir iri dövlət layihəsinin yüksək vəzifəli məmura məxsus şirkətə həvalə edildiyi məlum olub. Laçın şəhərində yeni yaşayış məhəlləsinin inşası üçün ayrılmış 41 milyon 266 min manatlıq tenderin qalibi Hovers Group MMC elan edilib. Satın almanın sifarişçisi isə Laçın rayonunda bərpa tikinti və idarə etmə xidməti publik hüquqi şəxsdir. Bir xəbər media xəbər verir ki, sosial şəbəkələrdə yayılan və təksib edilməyən məlumatlara görə Hovers Group MMC-nin təsisçisi Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. Mehdizadə bu təyinatdan əvvəl həmin nümayəndəlikdə baş məsləhətçi işləyib. Xüsusi nümayəndəlikdən öncə isə o Kənd Təsərrüfatı Nazirinin müşaviri, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru və digər rəsmi vəzifələrdə çalışıb. Mehdizadə hazırda xüsusi nümayəndənin müavini olmaqla yanaşı, həm də Stolüstü Tenis Federasiyasının vitse-prezidentidir. Təsisçi olduğu Hovers Group MMC 2011-ci ilin iyulun 1-də dövlət qeydiyyatına alınıb. Bir müddət sonra şirkətin reestr sənədlərində edilən dəyişikliklə Səbuhi Knyazoğlu Mehdizadə rəsmi təsisçi kimi qeydə alınıb. Mehdizadə xüsusi nümayəndənin müavini təyin edildikdən sonra mediada onun biznes fəaliyyəti ilə bağlı bir sıra araşdırma materiallar yayılıb. Həmin araşdırmalarda iddia olunur ki, onun təsisçisi olduğu şirkət dəfələrlə 10 milyonlarla manat dəyərində dövlət tenderlərinin qalibi seçilib. Söhbət son 5 il ərzində ümumi dəyəri 80 milyon manatdan çox olan vəsaitdən gedir. Hovers Group MMC indiyədək Mənzil İnşaatı Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birgə müxtəlif layihələr icra edib. Azərbaycan qanunvericiliyinə görə dövlət qulluqçusunun sahibkarlıq və ya digər ödənişli fəaliyyətlə məşğul olması qadağandır. Dövlət qulluğu haqqında, sahibkarlıq fəaliyyəti haqqında və korrupsiya qarşı mübarizə haqqında qanunlar məmurların biznes fəaliyyətini açıq şəkildə məhdudlaşdırır. Qeyd edək ki, Səbuhi Mehdizadə uzun illər məmur olaraq çalışmasına baxmayaraq adında qeyri-yaşayış binası olan biznes obyekti də var. 5 mərtəbəli biznes obyekti Bakı şəhəri Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşir və hazırda həmin binadan ARB telekanalı studiya olaraq istifadə edir. Binanın reestr sənədi Səbuhi Knyazoğlu Mehdizadənin adına Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsi tərəfindən verilib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.